Bir Azərbaycanlı gedib Yaponiyada təlimdən adından keçməyə nəsə bir Yapon müəllimlə bir yerdə olub ki, ondan işləyirlər. Onun danışığı var, buyurun baxa bilərsiniz. Əvvəli belə başladı ki, niyə Yaponiya bizdən 100 il öndədir? Deyir, bu müəllimlə tanış olduq, görüşdük, həm dil öyrənəm, İngilizcə, həm praktik müddətində dost olmuşlar, belə yollaşa. Söhbət edirik, mən buna dedim ki, deyir, niyə sizin ölkənizdə müəllim günü bayram edilmir? Dedi ki, deyir, bizim ölkədə müəllim günü deyilən belə bir gün yoxdur, nə ehtiyac var ki ona? Dedim, deyir, şimdi səndən danışsam, bizim ölkədə müəllim günü, tək bizim ölkədə yox, beynəlxalq gündür, o gün təntənə ilə qeyd olunur, müəllimlərə mükafat verilir, orden, medallar verilir və s. Baxın, belə danışdım, deyir. Dedi, yox, bizim ölkədə elə bir şey yoxdur. Bir gün deyir, elə oldu ki, bu məni evinə dəvət elədi. Və bizim olduğumuz yerdən onun evinə qədər xeyli məsafə var, deyir. Bununla deyir, metroya minməli olduq, Tokyoda. Girdi içəriyə, mən də deyir, o qədər yaşlı adam deyiləm, orta yaşlı adamdır. Metroda adam çox idi. Bir yaşlı qadın oturmuşdu, bunu və məni görən kimi ayağa durdu. Yanındakı adam da durdu ki, bunu əyləş. Mən deyim, məhəttər qoldum. Bu mənim anam yerində, mən nətər. Nə qədər elədim, ölçəkləri ki, oturmalısın. Metrodan düşdüyü avtobusa mindi, həmin şey təkrar olundu. Çünki bunların döşündə işarə var ki, bu müəllimdir. Dedim ki, deyir, bəs filan kəs evinə getdiyi adamız, mən sizin evə ilk dəfə gedirəm. İstəyirəm gedəm, sizə bir hədiyyə alam eviniz üçün. Dedi, gedək də. Getdik, deyir, mağazaya girdik. Mağazanın bütün işçiləri töküldü üstünə, müəllim, xoş gəlmişsiniz, nə istəyirsiniz? Yəni, müəllim belə hörmətlə. Dedim ki, deyir, bu mənim müəllim yoldaşımdır, mən istəyirəm bunun evinə bir hədiyyə. Dedi ki, deyir, buradan yox, getdin o qonşu mağazada, müəllimlər üçün mağazadır. Ora ciddi endirim var, müəllimlərə xüsusi hörmət, gedin oradan alın. Getdim, deyir, oradan, məsələn, buradakindən 2 dəfə aşağı qiymətə hədiyyəmi aldım, getdim. Və evə çatanda o Yapon müəllim dedi, indi başa düşdüm ki, bizdə müəllim günü bir gün yox, bütün il boyu müəllim günüdür. Yəni müəllimin ən nüfuzlu şəxs o ölkədən müəllimdir.